Deməli dostlar, bilirsiniz ki, sabah artıq lise gimnaziya qəbul imtahanı 6 və 7 siniflər üçün bir gün 5-ci siniflər, o bir gün 4-cü siniflərdir. İmtahanlar bir gün qabaq, yəni bugün. Əslində siz bugün hazırlıqlı olmalı deyildiniz. Normal normativ qanunlara uyğun olsa siz indi dincəlməliydiniz. Amma daha gəlmişsiniz, gəldiyiniz üçün burada siz dincəlməyəcək, problem yoxdur. İmtahan öncəsi nə edəcəksiniz? Əsas evə getdiniz, kitab falan da sayda oxumağa ehtiyac yoxdur. Valideynlər desək bilirdim ki, müəllimlərimizdən yetkili oxumağa ehtiyac yoxdur, oxumursuz. Qətiyyən yorulursunuz. İstirahat edirsiniz, yatın doyunca, yemək yiyin, istədiyiniz musiqiyə qulaq olsun, istədiyiniz şeylər edin və imtahan günü əsas önəmli olan 3 şey var. Və imtahan sual kitabçasını açsanız, kitabçanın ümumi başdan açmanız lazımdır. Bilirsiniz ki, birinci Azərbaycan dili və məntiqədir. Hansı fənni daha yaxşı bilirsinizsə, o fənni ikinci alsın ki, onun suallarını görəndə bir rahatlıq hissi gəlsin sizə. Məsələn, Azərbaycan dilini açdınız, tutaq ki, qorxa bildiyiniz falan, özünüzü itirməyin. Hansı fənni, o fəndən açmağa başlayın. Sonra deyə bilərəm ki, sizə, imtihanda bir sualı bilmədiniz, bir sualı imtihanda bilməsəniz, o sual üstündə çox qalmayın. Necə çox qalmayın? Onu dairəyə alın, keçin digər suallara bu şəkildə və imtihanda qətiyyən həyəcan deyilmişsiniz yoxdur. Həyəcan imtihanın başladığı andan 3 sual sonra imtihan bir şey. Həyəcan sonra kimi gedən bir şey deyil. Yəni ona görə qətiyyən imtihanda həyəcanlanmırsınız. Çalışın üzərinizdə və gördünüz ki, həyəcan basıb suallara tapa bilmirsiniz. Təcrübə ilə sabit olsa videomda da qeyd eləmişdim. Yəni özünün elədiyi şey imtihanında. Gözünüzü yumursunuz. Özünüzü hər hansı bir meşədə, dəniz qırağında, gəzməli bir yerdə düşünün və imtahan sonrası düşünün. Yaxşı, birinci imtahan tartib və yadınıza saxlayın ki, imtahan hər dəfə deyirəm, sizin amil biliyinizi ölçür, bütün potensialınızı ölçür. Bütün potensialını ölçmək 1-2 saatı sığdır insan. Ona görə hamınız olar, inşallah öyrəniz istədiyiniz kimi nəticəniz olacaq. İmtahan günü özüm də orada olacaq, orada bəzi şeylər deyəcəm və yolumuz hər şey davam edir. Təşəkkür ederim.